rezidentura təhsilini bitirdikdən sonra məcburi təyinatlı olaraq psixiatrik təcili yardımda işləmişdim. Psixiatrik təcili yardımda işlədiyim vaxtı hansı xəstənin vəziyyəti pisləşirdisə, biz ora gedirdik, evə gedirdik. Bu hər şey ola bilər. İntihar cəhdi ola bilər, evdəki aqressiya, özünə aqressiya və psixoz, yəni reallığın əlaqəsinin itməsi və s. ola bilər. Ağlımda ən maraqlı qanlardan biri, məsələn, bir də bir kişi həyat yoldaşı üçün çağırmışdı məni ki, bəs həyat yoldaşım psixiatrik xəstəxanaya apar. Deyirəm, nədir problem? Deyir, kotlet bişirir. Onda kişini aparardınız. Mən də o deyim ki, bəs nə problem var ki? Deyir, nəcisindən bişirir. Oy. Və məsələn, bu çox yadımda qalmışdı və adından sifrə üstündə bu hekayəni danışıram. Sonra ağılda olan maraqlı hekayələrdən biri, məsələn, ünsiyyət qaydaları deyilir. Bu hadisə olmuşdu. Yadıma gəlir, bir dəfə Bakı kəndlərinin birində çağırışa getmişik. Briqadamda ancaq qadınlarda nəsə elə alınmışdı və axşamda getmişik çağırışa, görürəm ki, bəs xəstə yaxşı bir kişidir, yaxşı dedim 40-50 yaşlarında, Bakı kəndində, kənd mühitini görmüş kifayət qədər möhkəm bir kişidir. Məni gördü formada, deyir ki, nə demə, dəlixanaya aparmağa gəlmirsən, sən kimsən, mən dəlixanaya aparmırsan, sən heç nə eləməzsən falan. Baxdım, görüm ki, mən buna heç nə eləyə bilmirəm də, qardaş, yəni. Evdən də yoldaşı çıxır, bacısı çıxır, bir dənə kişi xeyli da çıxmır ki, köməklə bəlkə bitər bir cürdə, nəsə bir şeylə. Briqadam ancaq qadınlardır, heç nə eləyə bilmirik. Mən də oturdum üzbəyiz, əlimdən bir şey gəlmir. Dedim, ağsaqqal, düz deyirsən. Aç dominonu vuraq. Domino oynadım, xəstə də olub, onu da danışam. Yox, danışamıram. Dedim ki, bəs ağsaqqal düz deyirsən. Deyir, hər bacı oğlu. Dedim ki, bu adamlar elə sizi xəstə eləyiblər də. Deyir ki, düz deyirsən bacı oğlu. Dedim ki, görürəm, bayaqdan sən burada oturmuşsan, bir stəkan çay da gətirməyiblər sənə. Deyir, düzdür bacı oğlu. Dedim ki, o kimdir o? Deyir, arvadımdır, bir də bacımdır. Dedim ki, elə bu qadınlar səni xəstə eləyiblər. Deyir ki, düz deyirsən bacı oğlu. Deyirəm, belirli bir yerdə qalmaqdansa xəstəxanada qalmaq yaxşıdır. Deyir, dur getdi. Dedim, getdi. Adam mindi təhsil yardım və apardı. O sizi aparıb da xəstəxanaya ki, gedək. Üstündən bir həftə sonra bir dənə getdi çağırışa, nə bilim, xəstə yenə getmir falan. Deyir ki, təcrübə var da. Dedim ki, düz deyirsən. O dedi ki, hər qardaş. Dedim ki, nə bilim, yenə eyni söhbətlərdə. Sən onlar xəstə eləyiblər. Dedi ki, hər qardaş. Dedim ki, belirli bir yerdə qalmaqdan sonra xəstəxanada qalsan yaxşıdır. Dedi ki, kim başına alırsan? Bu ağıllı dəli olub. Dedim ki, okey, yəni bu dala addım atıram. Yəni bu keçmədi. Biraz damara baxıb qan alırıq. Elə adam var ki, onun tərzinə uyğun danışırıq. Bir dəfə yadıma gəlir, modulda məni xəstəxanaya çağırmışlar korona vaxtında. Dedilər ki, bəs psixi xəstəxanaya aparmaq lazımdır bu xəstəni. Xəstənin narkotik istifadə eləməyindən şübhələnirik. Amma deyək, heç cür boynuna qoya bilmirik, sübut da eləyə bilmirik. Deyirəm, xəstənin adı nədir? Deyirlər, ta ki, əfrasiyab, indi atıram. Xəstə hüquqlarına görə də adını çəkməyim. Dedim, yaxşı, girdim içəri, dedim, hansı tərəfdə olur? Deyir ki, içəri girən kimi sol tərəfdədir. Mən də girdim içəri, qapını açdım, dedim ki, əfrasiyab, nətərsən? Deyir, yaxşım, sən nətərsən? Dedim, nə yaxşım, yenə demək başlamışsan zibildən istifadə eləməyə. Də olur da, dedim, nə idi? Adını çəkməyim, falan şeydir, deyib, biraz çəkdim. Dedim, yaxşı, hazırlaş gedirik. Çıxdım, həkim deyir ki, nə yaxşı, tanışdıqsınız. Dedim, kimlə? Deyir, onunla. Dedim ki, oradan tanışdıq onunla. Deyir ki, doktor, bəs tanış. Doktor, heç ağlımıza gəlməmişdi elə giriş eləyə. Bəzən, məsələn, o tip bir giriş keçərli olur. Bəzən, Çaşıb deyəcək ki, bunun üçün psixoloq olmaq əksər hallarda amma dürüstlüyü pozmuram. Dürüstlük və səmimiyyəti əksər hallarda, yəni %95 pozmuram. Çünki o səmimiyyət, dürüstlük xəstə olsa belə o insandır. Yəni insan o gözlənmə, hərəkətdənmi, ünsiyyətdənmi o dürüstlüyü görürsə, o bağ qurur. Bağ qurandan sonra daha çox tabe olur deməyim də, daha sakitləşir. Hekayə çoxdur, amma uzatmayayım. Hələlik söz arasından bu qədər, növbəti daha maraqlı verilişlərdə görüşmək. Sağ olun, salamat qalın.